Bizi televiziya ekranları qarşısında izləyən hər kəsi salamlayıram. Hər vaxtınız xeyir olsun. Xəmsə Milli İntellektual oyunu efirdədir. Yenidən sizin görüşünüzə gəlmişik. Məktəbli Liqası davam eləyəcək. Ötən həftə A qrupunun oyunları keçirildi. Bu həftə isə B qrupunun oyunlarında oynayacaq komandaları və heyət üzvlərini sizin diqqətinizə çatdırmaq istəyirəm. Və Göy Masanın sakinlərini dəvət edirəm. Avropa Liseyi, Nuray Mahmudova, Malik Tağzadə, Fərrux Sırafilli, Fərid Nağıyev və Aysel Allahverdi. Xoş gəlmişsiniz mənim balaca dostlarım və sizin rəqibiniz Qırmızı Masanın sakinləri Modern komandasıdır. Ruslan Səlimov, Cəsur Hacıxanlı, Sübhan Hüseynli, Səma Babayeva və Zəhra Tarverdiyeva. 69 nömrəli məktəb. İlayda Əliyeva, Ayxan Qənizadə, Ramal Quliyev, Ramiz Əliyev və Murad Əlizadə. Sonda Qırmızı Masada oynayacaq komanda isə Humanitar Liseydir. Cavad Abdullayev, Polad Babazadə, Mehri Novruzova, Camal Nəcəfov və Tahir Mehdiyev. Xoş gördük sizi mənim balaca, intellektual və ağıllı məktəbli dostlarım. Bizim bir ənənəmiz var. Əvvəlcə oyuna başlamamışdan əvvəl özümüzü alqışlayırıq, amma gür və arası kəsilmədən buyurun. Alqışların sədası altında deyim ki, Xəmsə Milli İntellektual oyunu ilk mərhələyə başlayır. Mərhələmiz bəlli raunddur. Mən bəlli raundun qaydalarını komandalar üçün elan eləyəcəm. Əvvəlcədən sizə 5 mövzu deyəcəm və o 5 mövzuya uyğun olaraq oyunçuları seçib tribunaya göndərəcəksiniz və biz başlayacağıq. Mövzular belədir. Əjdaha, tarix, quşlar, incəsənət, musiqi. Vaxt getdi, oyunçularınızı seçə bilərsiniz. Oyunçular buyursun, yerlərini alsınlar və biz əjdaha mövzusuna başlayaq. Buyurun. Əjdaha mövzusu birinci sual, nominal xal dəyəri 100. Yunan əfsanələrinə görə əjdaha Heranın bağında olan qızıl meyvələri qoruyurdu. Bu hansı meyvə idi? Humanitar. Alma. Bravo! Bugünün ilk düzgün cavabı humanitardan gəldi. Davam edirik. Əjdahaların təsvirləri olan onlar ilk dəfə Çində toxunulmağa başladı. Toxunulmağa başladı. Əjdaha təsviri olan olar. Avropa. Xalça. Bravo! Avropa ikinci düzgün cavabı verdi. Davam edirik. İlk dəfə 16-cı əsrdə bir səyyahın əsərində xatırlanan o, qırmızı və ya bənövşəyi rəngdə olur. Humanitar. Əjdaha. Əjdaha nə? Əjdaha nəyi? Qırmızı və bənövşəyi rəngdə əjdaha nəyi? Son. Avropa. Əjdaha meyvəsi. Bravo! Əjdaha meyvəsi. Davam edirik. Bu cizgi filmləri seriyasının əsas qəhrəmanları İking, Astrid və Grimmel'dir. Humanitar. Əjdahanı necə əhilləşdirərsən? Bravo! Davam edirik. Əjdahanı mağaradan qovan müqəddəs David bu ölkədə Qareci kilsəsinin əsasını qoymuşdu.
Əjdahanın qaçış yolu hələ də turistlərə göstərilir. Qarreci kilsəsi. Əjdahanı mağaradan qovan müqəddəs David. Bizim də qonşu ölkələrimizdən biridir. 3, 2, 1. Qonşu ölkə, kilsə. Avropa. Rusiya. Yox, bu səhv cavabdır. Düzgün cavab isə Gürcüstan idi. Oyuncular öz yerlərini ala bilərlər. Biz isə bəlli raundda tarix mövzusuyla davam eləyəcəyik. Ərəb mənbələrində bu şəhər Qapılar qapısı adlanır. Modern. Dərbənd. Bravo! Davam edirik. Oğuz tayfalar haqqında əfsanələrin və rəvayətlərin toplandığı əsərlər necə adlanır? 69 nömrəli məktəb. Oğuznamə. Bravo! Davam edirik. Bir rəvayətə görə bu, gələcək hökümdar bazarda 40-cı qul kimi hədiyyə edilmişdi. 69 nömrəli məktəb. Şəmsəddin Eldəniz. Bu, Şəmsəddin Eldənizdir, bravo. Davam edirik. Əsası 15-ci əsrdə qoyulan Qaraqoyunlu dövlətində hakim nəsil onlar olmuşdu. Yerə təkrar edirlər. Əsası 15-ci əsrdə Baharlı artıq düymə dövləti. sıxıldı. Buyur. Baharlı dövləti. Dövlət yoxsa nəsil kimi də qəbul edirəm bunu. Bravo, Maderin. Davam edirik. 1410-cu ildə rəqiblərini məğlub eləyən Qara Yusif bu şəhəri paytaxt elan eləyərək güclü dövlət qurmuşdu. Qara Yusifin paytaxt... Qaraqoyunlu. Bir də? De. Qaraqoyunlu dövlət. Yox, bu səhv cavabdır. Qara Yusifin paytaxt elan elədiyi şəhər. Modern. Təbriz. Bravo, o bildi. Təşəkkür edirəm sizə. Öz yerlərinizi ala bilərsiniz. Biz isə bəlli raundda quşlar mövzusuyla davam eləyəcəyik. Quşlar. Bir çox hallarda süfrənin zənginliyini göstərmək üçün süfrədə o da var ifadəsi işlədilir. Quşlar mövzusu. Avropa liseyi. Huş südü. Bravo. Davam edirik. Maraqlıdır ki, Türkiyədə bu şəhərin yaxınlığında Göyərçin adası yerləşir. Göyərçin adası. Bu şəhərin yaxınlığında quşlar mövzusu, ada, quş, Türkiyə. 3, 2, 1. Bu quş adası idi. Davam edirik. Bir filmdə evə daxil olan polislər cinayətin baş verdiyini bu quşun sayəsində öyrənirlər. Bu quşun sayəsində öyrənirlər. Avropa. Höyərçin. Yox, bu səhv cavabdır. Papuqay. Tutuquşu, cavabı qəbul eləyirəm. Bravo. Humanitar lisey buna düzgün cavab verdi. Davam eləyirik. Kiçik ölçülərə malik bu quşlar geriyə uçmağı da bacarırlar. Geriyə uçan quş, kiçik ölçülü quş. 69 nömrəli məktəb. Sərçə. Yox, sərçədən də kiçikdir o. Onu bəzən silah arsenalında da istifadə olunan termin kimi eşidə bilərik. 3, 2, 1. Bu kolibridir. Davam edirik. İtaliyanın bu şəhərini bəzən su üzərində üzən quş yuvası adlandırırlar. Venesiya. Humanitar, bravo, bu düzgün cavabdır. Öz yerlərinizə keçə bilərsiniz. Bəlli raundda növbəti mövzu oynanılacaq. Oyunçular kürsüdə öz yerlərini ala bilərlər. Milli Azərbaycan Tarixi Muzeyi bu xeyriyyəçinin tikdirdiyi sarayda yerləşir. Tarix Muzeyi
Bu xeyriyyətçinin tikdirdiyi saray. Avropa Liseyi. Hacı Zeynalabdin Tağıyev. Bravo! Davam edirik. Qədimdə qadın geyimlərində istifadə olunan həmail xüsusi əhəmiyyət kəsb edirdi və inanca görə sahibini ondan qoruyurdu. Həmail. Modern. Göz muncuğu. Yox. Bu səhv cavabdır. Digər komandaların cavab vermək üçün 3 saniyə vaxtı var. 3, 2, 1. Cavab. Əslində sən məntiqi tutmuşdun, sadəcə olaraq göz muncuğunun adamı nədənən qoruduğunu desəydin, mən qəbul eləyəcəkdim. Bu bədnəzər idi, cavab. Davam edirik. Təbriz xalçaçılıq məktəbinə aid olan bu xalı Viktoriya və Albert muzeyində saxlanılır. 3, 2, 1. Qarabağ xalçası. Bu səhv cavabdır, humanitar lisey. Avropa liseyinin cavabını eşidim. Bu Şah İsmail Xətayinin adına. Şah İsmail Xətayinin adına xalça nədir? Hansı xalçadır? Şah İsmail Xətayinin adına qədər olan hissəsi doğrudur. Xalçanın adı nədir? Konkret Viktoriya və Albert muzeyində olan xalça. 3, 2, 1. Bu Şeyx Səfi xalçası. Davam edirik. Qədim Misirdə gözəllik və əbədi həyat simvolu hansı bitki sayılırdı? Əbədi həyat simvolu Qədim Misirdə. 3, 2, 1. Düzgün cavab lotos və yaxud da şana güllə də deyə bilərdiniz. Davam edirik. Qədim dövrlərdə Çində bu quş uzun ömürlü simvolu sayılırdı. Dəvə quşu. Yox. 3, 2, 1. Bu durna və yaxud da ağ durna da deyə bilərdiniz. Oyunculara təşəkkür edirəm, öz yerlərinə gələ bilərlər. Biz isə bəlli raundda musiqi mövzusuyla davam eləyəcəyik. Musiqinin adlarını sizdən soruşacağıq. Hazırda studiyada musiqi eşidiləcək və eşidən kimi, musiqini bilən kimi istənilən yerdə sıxıb mahnının, musiqinin adını deyə bilərsiniz. Eşidək ilk sualın musiqisini. Avropa. Ağıllı kuklam mənim. Mahnının adı? Ağıllı kuklam mənim. Bravo Avropa. Davam edirik. İkinci mahnını eşidəcəyik. Hərdən baxıb üzümə, çık 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 deyirdi. O yedi duydu qaçdı, birdən itdi gözümdə. Bəs o balaca... Hansı mahnı ola bilər? Humanitar lisey. Cücəm. Yox. Bu səhv cavabdır. Sərçə idi düzgün cavab. Mən dedim artıq cavabı da. Davam edirik. Tık 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 tık. Terles terles al tık 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 tık. Gözlerim bayıqdan tık 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 tık. Terles terles al tık 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 tık. 69 nömrəli məktəb. Qatar gəlir uzaqdan. Bravo! Davam edirik. Modern. Gözəl kəndimiz. Bravo! Davam edirik. Fırçalayıp yuyup yüzümüzü, baltalarımız ana geyindirir. Hazırlaşırıq gitmeye. Məktəbdən əvvəl uşaqlar ora gedir. Fırçalayıp yuyup yüzümüzü. Humanitar lisey. Məktəb. Yox, bu səhv cavabdır. Avropa liseyi. Hazırlıq. Yox, bu da səhv cavabdır. Bu bağçadır, bağça. Təşəkkür edirəm uşaqlara. Bəlli raund bitdi. Biz isə Xəmsə Milli İntellektual oyunda şərtli raunda keçid alırıq. Şərtli raundun qaydaları belədir. Mən sizə növbə ilə mövzuların adlarını deyəcəm. Siz həmin mövzulara uyğun olaraq oyuncuları təyin edib kürsüyə göndərəcəksiniz. Şərtli raundun ilk mövzusu təbiət adlanır.
Vaxt getdi. Buyurub oyunçunuzu seçə bilərsiniz. Vaxt bitdi. Kürsüdə yerlərinizi alın. Biz də şərtli raundda təbiət mövzusuna başlayaq. Canlıları daha asan öyrənmək üçün onları müxtəlif qruplara bölürlər. Avropa. Harlini. Yox, bu səhv cavabdır. Modern. Məməli. Yox. Bu da səhv cavabdır. Digər komandalar üçün sualın qalan hissəsini oxuyuram. Bu proses necə adlanır? 3, 2, 1. Təsnifat adlanırdı bu. Davam eləyirik. Canlıların ilk elmi təsnifat sistemini 18-ci əsrdə yaşamış bu alim hazırlayıb. Harlini. Bəli, bu Carl Linné idi. Bravo! Davam eləyirik. Skeletin əsas hissəsi olan o, heyvanların qruplara ayrılmasında istifadə olunan mühüm əlamətdir. Onurğa. Bu səhv cavabdır. Humanitar səhv cavab verdi. 69. Müəllim, mən də onurğa deyəcəkdim. Siz də onurğa deyəcəydiniz. Digər komandaların fikirləşmək üçün 3 saniyə vaxtı var. 3, 2, 1. Dostlar, skeletimizi sümüklər təşkil edir. Əslində siz çox çətinə getdiniz. Asan olmalıdır. Sümükdür cavab. Yunan dilindən tərcümədə onların adı dəhşətli kələz deməkdir. Dəhşətli kələz. Humanitar lisey. Dinozavrlar. Bravo, dinozavrlar. Cismin kütləsinin ölçülmə üsulunu ilk dəfə hansı qədim Yunan alimi tətbiq eləmişdi? Avropa liseyi. Arximed. Bravo. O bilir, bunu da bilir. Mövzumuz bitdi. Yerinizə keçid ala bilərsiniz. Şərtli raundda cizgi filmləri mövzusu oynanılacaq. Cizgi filmləri. Madagaskar pingvinləri cizgi filmində heyvanlar zooparkda avto yarış təşkil eləyir. Bu yarışlarda hansı canlılar işıqfor olur? 69 nömrəli məktəb. Buyurun. Zürafə. Xeyr, bu səhv cavabdır. Humanitar. Buqalamun. Bəli, bu qələmundur. Bravo. Tom və Jerry seriyasında Jerry'nin gitarı çalan dayısı sim kimi nədən istifadə eləyir? Humanitar. Pişiyin bığları. Tomun bığlarından, bravo. Davam eləyirik. Kung Fu Panda 2 cizgi filmində qəhrəmanın atası deyir ki, oğlu balaca olanda evdə bütün mebeli yemişdi. Siz isə mebelin hansı ağacdan humanitar? Humanitar. Bambu. Bravo. O bunu da bilir. Davam eləyirik. 1928-ci ildə Disney studiyası ilk səsli cizgi filmi Willinin paraxodcuğunu çəkmişdi. Willinin paraxodcuğu. Bütün personajları kim səsləndirmişdi? Walt Disney studiyasının ilk cizgi filmində kim səsləndirə bilərdi bütün qəhrəmanları? Humanitar. Walt Disney özü. 4-də 4 elədi. Bravo. Əgər növbəti sualın cavabını tapsan, oyunun ilk 5-də 5 olacaq. Davam eləyirik. Ev cizgi filmində baş qadın qəhrəmanı bu müğənni səsləndirib. Qeyd edeyim ki, müğənni Barbadosludur. Kim? 3, 2, 1. Bu Rihanna idi, Rihanna. Təşəkkür eləyirik. Öz yerinizi alın. Şərtli raundun növbəti mövzusu Səfəvi dövlətidir. Fərmanlarını türk dilində verən Şah İsmayıl həm də bu ləqəb ilə şeir yazırdı. 69 nömrəli məktəb. Xətayi. Bravo.
Davam edirik. 16-cı əsrin iki ən qüdrətli ordusu 1514-cü ildə bu düzdə döyüşmüşdülər. Döyüşün adını desək olar. Olar. Saldıran döyüşü. Bravo! Davam edirik. Səfəvi tayfalarının başçıları bu titulu daşıyırdı. Bir də deyə bilərsiniz. Səfəvi tayfalarının başçıları bu titulu daşıyırdı. 69 nömrəli məktəb. Sultan. Yox, Sultan. səhv cavabdır. Tayfanın başçısı, dövlətin yox. Dövlətin başçısı şah titulunu daşıyırdı. Amma Səfəvi tayfalarının başçısı 3, 2, 1, bu şeyx tituluydu. Davam edirik. Deyilənə görə Osmanlılarla müharibə ərəfəsində tərəfdarları Şah İsmayıla əgər Təbrizi itirsək, ilk növbədə nəyi qoruyaq sualına o hansı cavabı vermişdi? Humanitar lisey. Qadınları. Bir də Qadınları. yox, bu səhv cavabdır. Əgər Təbriz itirsək, ilk növbədə nəyi qoruyaq? Siz tapa bilərsiniz. 3, 2, 1. Elm və mədəniyyət xadimlərini desəydiniz, şairləri desəydiniz, qəbul eləyəcəkdim. Səfəvilər dövləti, Şah İsmayıl, Xəzər dənizinin cənub hissəsində yerləşən bu ərazidə bir müddət gizlədilmişdi. 69 nömrəli məktəb. Ləhid. Bu doğru cavabdır. Lahıcan. Bravo 69 nömrəli məktəb. Biz Səfəvilər dövləti mövzusunu bitirdik. Yerlərinizə keçə bilərsiniz. Növbəti şərtli raundun növbəti mövzusu qızıl olacaq. Qızıl mövzusunda oynamaq istəyən oyuncular kürsüyə buyura bilər. Qızıl qramofon mükafatı hansı sahədə çalışan şəxslərə təqdim olunur? Mikrofon, qramofon. Sizə nə deyir? Hansı sahə? Jurnalist. Başqa kimlər istifadə edir mikrofondan? Qrafika. Yox, səhv cavabdır. Humanitar lisey. Musiqiçilər. Bəli, bu musiqiçilərə, müğənnilərə verilir. İsveç adətlərinə görə ailə qurmağa hazırlaşan qızlar onlardan qızıl ayaqqabı hədiyyə alır. Kimlərdən? Avropa liseyi. Bəydən. Yox, bu səhv cavabdır. Evlərindən gedərkən o qızıl ayaqqabını aparmaq adətdir. 1. Kim verə bilər onlara qızıl ayaqqabı? 2. 3. Gəlin öz valideynlərindən hədiyyə alırdı qızıl ayaqqabını. Port Artur qalasının müdafiəsində göstərdiyi xidmətlərinə görə bu generalımız qızıl qılıncla mükafatlandırılmışdı. Bizim generalımızdır. Bizim generalımızdır. Azərbaycan generalıdır. Polat Həşimov. Yox, qılıncdan söhbət gedir. 19-cu əsr, həmin dövrləri xatırlamaq lazım idi. Azərbaycan generalı. 3, 2, 1, bu Əliağa Şıxlinski idi. Davam edirik. O, 1186-cı ildə taxta çıxmış, 1191-ci ilə qədər hakimiyyətdə olmuşdu. 1186, 1191. Qızıl. Azərbaycan tarixi. 3, 2, 1. Bu Qızıl Arslandır, Qızıl Arslan. Davam edirik. Qara qızıl, ağ səadət rəngində kitab silsiləsi hansı faydalı qazıntıya həsr olunub? Qara qızıl, Neft. Avropa liseyi. Neft. Bəli, bu neftdir, bravo. Komandalar
öz oyuncularını alqışlaya bilər və yerlərinə dəvət edirəm oyuncuları. Biz isə Avropa paytaxtları mövzusuyla davam eləyəcəyik. Fransanın paytaxtı olan bu şəhər Sena çayının sahilində yerləşir. 69 nömrəli məktəb. Paris. Bəli, Paris. Davam edirik. 2004-cü ildə yay olimpiya oyunları bu şəhərdə keçirilmişdi. Hansı şəhər ola bilər? Yunanistanın paytaxtı. 3, 2, 1. Bu Afina idi. Davam edirik. Bu şəhərdə rəssamlar Vincent van Gogh və Rembrandtın ev muzeyləri yerləşir. Paytaxt şəhəri, Avropa. 3, 69 nömrəli məktəb. Celtic. Bir də? Celtic. Yox, Celtic. Niderlandın paytaxtı deyil. Bu Amsterdam idi, davam edirik. 1859-cu ildə bu şəhərdə 96 metr hündürlüyü olan Big Ben saat açılmışdı. Avropa Liseyi. London. Bravo! Əla, bu hesabına 800 xal yazdırdı. Hansı Avropa paytaxt şəhərini turistik şüarı open, yəni açıqdır sözüdür. Danimarkanın paytaxtı. 3. D modern. Copenhagen. Kopenhagen, bravo! 10.000 xalı qazandı. Biz şərtli raundu bitirdik. Oyuncular öz yerlərinə keçə bilərlər. Xəmsə Milli İntellektual oyununun növbəti mərhələsi sirli raund adlanır. Sirli raundun qaydalarını elan eləyirəm. Bu raundda oyuncular oyun kürsüsünə gedəndən sonra mən mövzunu elan eləyəcəm. Sizin sıralama üçün vaxtınız var. Buyurun. Oyuncular yerlərini tribun arxasında alsınlar və biz sirli raundun ilk mövzusunu oynayaq. Sirli raundun ilk mövzusu belədir. Qədim dünya. Suala keçmədən əvvəl komandaların topladığı xallara nəzər salaq. 69 nömrəli məktəb -400, Humanitar lisey 400, Modern 2000, Avropa liseyi 1600. Davam edirik. Güman edilir ki, bu sərkərdə eramızdan əvvəl 356-cı ildə Pella şəhərində doğulub. Qədim dünya, sərkərdə 356, 69 nömrəli məktəb. Makedoniyalı İskəndər. Bravo! Davam edirik. Qədim dünyada keçirilən olimpiya oyunları zamanı onların iştirakı mümkün değildi. Onlara icazə verilmirdi. Humanitar lisey. Döyüşlərdə. Yox. Olimpiyada onların iştirakına icazə verilmirdi olimpiya oyunlarında. Onlara olmazdı. 1, 2, 3. Düzgün cavab qadınlar idi. Yox. Qədim Romada qullara taxtadan hazırlanmış qılıncın verilməyi nəyi simvolizə eləyirdi? Qullara qılınc niyə verilsin? 3, 2, 1. Bu azad olunmaqlarını simvolizə eləyirdi. Azad olunmaqlarını. Qədim Yunanlılar onun ölüm gününü İrakleya adlı bayramla qeyd eləyirlər. Qədim Yunanlılar 69 nömrəli məktəb
Herakl. Bəli, bu Herakldır. Cavabı 3 hərfli sözlə deyil. Qədim Misirdə əbədi həyatın nişanı necə adlanırdı? Əbədi həyatın nişanı. 3, 2, 1, bu Anx adlanırdı. Anx. Mövzumuz bitdi. Yerinizə keçid ala bilərsiniz. Biz isə Sirli Raundun ikinci mövzusunu oynamaq üçün oyuncuları kürsüyə dəvət edirik. Sirli Raundda planetlər mövzusu oynanılacaq. Planetlər. Bu balaca qəhrəman B612 planetindən gəlmişdi. 69 nömrəli məktəb. Hara gəldi? Yox, qəhrəmanın adı. Kimdir o qəhrəman? B612-nin sakini, balaca qəhrəman. 3, 2, Bala 1. Cavab. Çox təəssüf olsun, səndən xal silinəcək. Digər komandanın fikirləşmək üçün 3 saniyə vaxtı var. 1, 2, 3. Balaca qəhrəman. Bu balaca şəhzadə idi. Davam edirik. O, Günəş sistemində 8-ci və məlum olan ən uzaq planetdir. Günəş sistemində 8-ci və məlum olan Avropa Liseyi. Pluton. Yox, bu səhv cavabdır. Və məlum olan ən uzaq planet. Digər komandaların 3 saniyə vaxtı var. 1, 2, 3. Neptundur bu. Neptun. Davam edirik. Astronom olan Galileo Galilei nəyi 2 qulplu fincana bənzətmişdi? Astronom. Jupiter. Humanitar lisey. Jupiter. Yox, bu səhv cavabdır. Galileo Galilei planetlər nəyi bənzədə bilərdi o 2 qulplu fincana? Hansı planet 2 qulplu fincana oxşuyur? Qalileyə görə 3, 2, 1, bu halqalarına görə Saturn idi, Saturn. Davam edirik. 1990-cı ildə efirə gedən verilişlərin birində yad planetinin polis tərəfindən tutulması göstərilmişdi. Bu verilişin efirə getmə tarixini tapın. Efirə getmə tarixi. Əmin olun ki, həmin veriliş efirə gedəndə tamaşaçılar ona ürəkdən gülmüşdülər. Gülüş günü. 3. Humanitar lisey. İyon. Yox, iyun düzgün cavab deyil. Gülüş günü 1. İli. Gülüş günü 2. Aynı tarixi lazımdır. Gülüş günü 3. 69 numaralı məktəb. 1 iyun. Bu da səhv cavabdır. Digər komandaların fikirləşmək üçün 2 saniyə vaxtı var. 1, 2. Bu 1 aprel beynəlxalq gülüş günüydü. Dedim axı tamaşaçılar gülmüşdü ona. Aldatmışdılar tamaşaçıları ki, onlar yad planetini həbs ediblər. Davam edirik. Roma mifologiyasında ticarət tanrısının şərəfinə adlanan planetə orta əsrlərdə Utarit deyirdilər. Orta əsrlər. Utarit. 3, 2, 1. Merkuridir düzgün cavab. Əyləşə bilərsiniz, təşəkkür edirəm. Planetlər mövzusu Xəmsə Milli İntellektual oyununda, Sirli Raundda oynanıldı. Növbəti mövzu 3-cüdür. Bu mövzunu oynamaq üçün oyuncuları tribunada gözləyirəm. 3-cü mövzu oynanılacaq. Sirli Raundun növbəti mövzusu belədir. D ilə başlayır. Cavablar hamısı D hərfi ilə başlayacaq. Qəhvə dənəciklərini üyüdən cihazları da bəzən belə adlandırırlar. Qəhvə dənəciklərini üyüdən cihaz. Avropa Liseyi. Dəyirman. Bravo! Davam edirik.
su səthinin hərəkəti nəticəsində əmələ gələn böyük ləpə, modern. Dalğa. Bravo! Davam edirik. Bu yaşayış məntəqəmiz 1930-cu ildə dəmir filizi çıxarılması ilə əlaqədar Avropa Liseyi. Dərbənd. Bu bizim yaşayış məntəqəmiz deyil. Humanitar Lisey. 3, Dəmir. 2, 1, cavab. Cavab. Hesabınızdan xal silinəcək sizin. Digər komandanın fikirləşmək üçün mən sualı tam oxuyacağım. Filiz çıxarılması ilə əlaqədar salınmışdı. Fikirləşmək üçün 3 saniyəniz var. Yaşayış məntəqəmiz 1, 2, 3. Bu Daşkəsəndir. Çox təəssüflər. Davam edirik. Deyilə başlayır. Taler 19-cu əsrə qədər istifadədə olunmuş pul vahididir. Hansı sözün bundan yarandığı güman edilir? Taler, pul vahidi. Pul vahidi, Taler, Avropa Liseyi. Dollar. Bu düzgün cavabdır, bravo. Davam edirik. Sıx ərazi birliyinə malik, daima və bilavasitə ünsiyyətdə olan, adamlar tərəfindən işlədilən dil, ləhcə həm də belə adlanır. Ləhcə, filan bölgənin ləhcəsi həm də filan bölgənin nəyi? Dili. Dil səhv cavabdır. 69 nömrəli məktəb humanitar Mən də səhv cavab verdi. Dili. Dil səhv cavabdır. Digər iki komandanın fikirləşmək üçün 3 saniyə vaxtı var. 1, yox, düymələr sıxılıb deyə təkrar olunmur. 2, 3. Bu dialektdir, dialekt. Dialekt deyə bilərdiniz. Oyunçulara təşəkkür edirəm. Bravo deyirəm, əyləşsinlər öz yerlərində. Biz isə 4-cü mövzu ilə sirli raunda davam eləyəcəyik. Oyunçular kürsüdə öz yerlərini ala bilərlər. Sirli raundun növbəti mövzusu dəmir adlanır. Fransada bu abidə bəzən dəmir xanım adlanır. Yəni, oxşada bilərik. Açıq-aşkar oxşamır, amma sanki Avropa Liseyi. Eyfel Gülləsi. Bravo! Sanki uzun ətək geyinmiş bir xanıma bənzəyir Eyfel Gülləsi. Davam edirik. Varlı biznesmen Tony Stark oğurlanan zaman sinəsindən ciddi yaralanır. O özünə güclü zirehli kostyum yaradaraq kimə çevrilir? Kimə? De. Dəmir adam. Dəmir adam doğru cavabdır, amma yerdən, masadan kömək olduğu üçün mən bunu düzgün cavab kimi qəbul eləmirəm. Azərbaycan ərazisində yayılan bu nadir bitki qırmızı kitabda təhlükəli həddə yaxın olan Avropa Liseyi. Həmir ağac. Bravo! Dəmir ağac. Davam edirik. Orta əsrlərdə bu şahmat figuruna verilən adlardan biri də dəmirçi idi. Şahmat figuru. Dəmirçi. Humanitar lisey. Top. Yox, top deyil. Digər komandanın fikirləşmək üçün 3 saniyə vaxtı var. Dəmirçi, şahmat figuru. 1, 2, 3. Bu piyadaydı, piyada. Davam edirik. 2012-ci ildə hazırlanan bir saat kolleksiyasının materialı hansı gəminin dəmir korpusundan götürülmüş qırıntılardan ibarət idi? Məşhur bir gəmi. Kim? Titanic. Humanitar lisey. Titanic. Bravo!
Bu həqiqətən də Titanic idi. Təşəkkür edirəm oyunculara. Masa ətrafında öz yerlərini alsınlar və biz sirli raundun sonuncu mövzusuna keçid alacağıq. Sirli raundun sonuncu mövzusu gəmi adlanır. Gəmi. O, gəmidə milli və beynəlxalq qanunlara uyğun olaraq yük və sərnişin daşımasına və naviqasiyasına məsuliyyət daşıyır. Humanitar lisey. Tanker. Yox, səhvdir. O gəmidə milli və beynəlxalq qanunlara uyğun olaraq yük və sərnişin daşınmasına, naviqasiyasına məsuliyyət göstərir. Kim? 3-2-1. Bu gəmi kapitanıdır. Kapitan, düzgün cavab kapitan idi. Cavab verə bilərdiniz. Davam edirik. Əkizlər adlı gəmilərin heyətində neçə bosman olur? Əkizlər adlı gəminin, əkizlər sizəsində kömək eləyə bilər. Əkizlər. Avropa liseyi. 2. Bravo! Davam edirik. Onun ilk səyahəti Santa Maria, Pinta, Ninya gəmilərindən ibarət idi. O, məşhur gəmiçi, bizə yeni dünyanı tanıdan gəmiçi, Humanitar Christopher lisey. Christopher- Bir də. Christopher Columb. Bravo! Davam edirik. Fernand Magellan'ın gəmilərinin hər birində ondan 18'i var idi. Xüsusi işçilər onları hər 60 dəqiqədən bir çevirməli idilər. O nədir? Hər 60 dəqiqədən bir çevrilir. Nəyə oxşuyur, nəyə oxşadırsınız onu? Saat növüdür. 3. Hə, humanitar lisey. Qum saatı. Bravo! O ipucunu eşidir və o dəqiqə tapır. Davam edirik. 2016-cı ildə Avstraliyada gəmi qayırma zavodunda hazırlanan sürətli gəmi bu müğənnimizin adını daşıyır. Azərbaycan müğənnisi, SSR xalq artisti. 2006-cı ildə Avstraliyada gəmi qayırma zavodunda hazırlanan sürətli gəmi bu müğənnimizin adını daşıyır. Lalələr mahnısı, küçələrə su səpmişəm mahnısının ən gözəl Avropa liseyi. Rəşid Behbudov. Bravo, bu Rəşid Behbudovdur. O 1500 xallıq sualı komandasının hesabına yazdırır. Alqışlayaq. Bravo. Sirli raundu bitirdik. Oyuncular öz yerlərini ala bilərlər. Biz isə Xəmsə Milli İntellektual oyununda fərdi raundla oyunumuza davam eləyəcəyik. Fərdi raunda keçid alırıq. Fərdi raundun qaydaları belədir. Bu raundda hər komandadan bir oyuncu oynaya bilər. Və həmin oyuncuları artıq komandalar mənə təqdim ediblər. İndi ən az xal olan komandadan ən çox xal olan komandaya doğru oyuncuları bir-bir rəngli kürsülərə göndərəcəm. Əvvəlcə Humanitar liseydən Camal Nəcəfov qırmızı kürsüyə. 69 nömrəli məktəbdən İlayda Əliyeva yaşıl kürsüyə. Modern komandasından Səma Babayeva sarı kürsüyə. Avropa liseyindən Aysel Allahverdi göy kürsüyə. Və mən indi sizə 5 mövzu oxuyacağım, deyəcəm adlarını. Yenə az xal olan komandadan çox xal olan komandaya doğru mövzulardan imtina eləyəcəyik. Sonda qalan mövzunu isə birlikdə oynayacağıq. Mövzular belədir. Güzgü, rəqs, qara mövzu, yalnız bir hərf, meyvələr. Əvvəlcə Humanitar lisey mövzudan imtina eləyir. Rəqs. Rəqslər mövzusunu oynamırıq.
Hazırda 69 nömrəli məktəbin imtina vaxtıdır. Güzgü. Güzgü mövzusunu oynamaq istəmir. Davam eləyirik. Modern. Yalnız bir hərf. Yalnız bir hərf mövzusunu oynamırıq. Avropa Liseyi seçim sizindir. Hansını oynayacağıq? Biz indi meyvələri oynayaq. Qara mövzusunu oynamırıq. Oynayacağımız mövzu meyvələrdir. Meyvələr. İlk sual. Macintosh, Anton, Golden, Qızıl Əhmədi onun növlərindən biridir. Avropa. Alma. Bəli, bu almadı, bravo. Ötən əsrin 60-cı illərində bir şirkət marketinq gediş eləyərək ona xüsusi reklam kağızları yapışdırmağa başladı. Üstündə reklam kağızı olan meyvə. 3. 69 nömrəli məktəb. Banan. Bravo. Davam edirik. Bu meyvə haqqında ilk məlumatı 1750-ci ildə botanik və keşiş Griffith Hughes verib. Griffith Hughes, 69 nömrəli məktəb. Greyfurt. Nə? Greyfurt. Grifu, bəlkə də həmin meyvəni sən Grifu kimi tanıyırsan, yəni ola bilər. Necə bir meyvədir, mənədir? Portağal oxşayır, içi Mikrofona danış. Portağal oxşayır, içi qırmızıdır. Greyfurt, bravo! Griffi. Davam eləyirik. Yemək daşa bükülür, daş ota bükülür. Bu Fiji tapmacasının cavabı hansı meyvədir? Yemək daşa bükülür, daş ota bükülür. Meyvə üstü bərk, onun üstü ota bənzər. 69 nömrəli məktəb. Kakos. Bravo! Sən deyəsən meyvələri çox sevirsən. Dalbadal, Gruffi, kakos. Hə? Davam edirik. Etimologiya lüğətinə görə Börlegen bədənə elə yapışır ki, onun kolluğuna girən ayı, qurd belə canını qurtara bilmir. Bəs Börlegen ya da Humanitar Böyükən. lisey Böyükən. o hesabına 2000 xal yazdırdı, bravo! Bəli, bu böyürtkandır. Fərdi raundu bitirdik. Növbədə bizi xəmsə raundu gözləyir. Növbə gəldi çatdı xəmsə raunduna. Xəmsə raunduna keçməmişdən əvvəl deyim ki, xəmsə raundu qaydalara görə yalnız hesabında müsbət xal olan komandalarla oynanılır. Ona görə də bugün mənfi 1200 xal toplamış və çox yaxşı oyun göstərmiş, sadəcə mənfi xallara çox düymə basmış komandanı, Humanitar liseyi yola salıram. Sizi çox istəyirəm, yaxşı ki varsınız, Azərbaycanın gələcəyisiz. Növbəti oyunlarda əminəm ki, siz də qalib olub xəmsə raunduna gedəcəksiniz. Gəlin dostlarımızı alqışlayaq və onları yola salaq. Sağ olun, gedə bilərsiniz. Alqışlayaq dostlarımızı, Humanitar liseyi, bravo. Və yerdə qalan 3 komandayla gedirik xəmsə raunduna. Xəmsə raundunun qaydaları belədir. Mən sizə xəmsə raundunun mövzusunu elan eləyəcəm. Siz isə hesabınızdakı xallardan nominal xal gedişi eləyib bizim sekundatlara təqdim eləyəcəksiniz. Mövzu belədir. Oyun. Buyurun. Vaxtınız var. Xal gedişini eləyib sekundatlara verə bilərsiniz. Və mən xəmsə raundunun sualını oxumaq üçün mənim balaca dostlarıma daha da yaxınlaşacağam.
Diqqətli olun. Sual belədir. Esperanto adlı söz oyununda iştirakçılar yalnız bu sait olan sözlər deməlidirlər. Bu hansı saitdir? Diqqət, vaxt getdi. Siz bilirsiniz cevabı. Ben bilirəm. Uşaqlar da bilir. 10 saniye. 5 4 3 2 1 stop. Komandaların verdiği cevaplar da mənim əlimdədir. Gedişlər də mənim əlimdədir. Amma gəlin diqqət eləyə görə komandalar xəmsə raunduna hansı xallara getmişdi? 69 nömrəli məktəb 1700 xalla, Modern 2600 xalla, Avropa Liseyi 5300 xalla. Avropa Liseyi növbəti mərhələni özü üçün təmin elədiyi üçün sadəcə bir xal gediş eləmişdilər və qeyd edeyim ki, onlar səhv cavab veriblər. 5299 xalla növbəti mərhələdədirlər. İndi isə mən növbəti mərhələyə keçəcək iki komandadan birinin adını açıqlayacağım. Ya Modern, ya da 69. Modern 1000 xal gediş eləmişdi. Əgər suala düz cavab versələr, onların 3600 xallar olur. Səhv cavab versələr, onların 1600 xal olur. 69 1300 xal gediş eləmişdi. Onlar düz cavab versələr, 3000 xallar olur. Əgər Modern səhv cavab veribsə, 69 növbəti mərhələdədir. Yox, 69 səhv cavab veribsə, Modern gedir növbəti mərhələyə. Amma çox qəribədir ki, komandalar ikisi də düzgün cavab verib. Təbrik eləyirəm, amma buna baxmayaraq, Modern növbəti mərhələdə, bizim dostlarımız 69 nömrəli məktəb isə sadəcə gedişdə bir balaca səhv elədiklərinə görə bu dəfə məğlub olurlar. Amma növbəti dəfə əminəm ki, siz də qalib gələcəksiniz. Düzgün cavab isə E saiti idi. Bravo dostlar, hər iki komandanı təbrik eləyirəm. Dostlar, uşaqlar bizim gələcəyimizdir. Əziz televiziya tamaşaçıları, onları qoruyaq, onlara təhsil verək, onları sevək və qoy hər zaman yurtda, cahanda sülh olsun ki, uşaqlar xoşbəxt olsun. Xəmsə bugünlük, bu həftəlik öz işini bitirir.